Salam əziz dostum. Sənin IELTS Writing taskında zəif bal yığma səbəblərindən kiçik bir nüansı göstərmək istəyirəm. Deməli, bilirsiniz ki, taskların hissəsində overall hissəsi var ki, bu overall hissəsi necə deyərlər? Bəzi tərəflər bunu vecə almırlar. Deyirlər ki, boş şeydir, əsas orada qısa bir fikir bildirdim, getdi. Xeyr, elə deyil. Sənin overall hissəsinə verdiyin paraqraflarda nizamlı şəkildə bölünməlidir. Məsələn, sən overallda deyək ki, 4 xətdir. Bunun ikisini artan, ikisini azalan kimi götürmüsənsə, sən body paraqraflarında mütləq şəkildə onları eyni qaydada bölməlisən. Məsələn, bəzən tələbə var ki, writing yazır göndərir. Baxıram ki, overallda yazdığı hissəni paraqraflarda roll-da desək, yəni belə necə deyim, ümid ilə desək, karşamalaş edir. Yəni avtomatik olaraq izləməklər burada bal kəsməyə haqqları var. Bəzən deyirik biz bal kəsirlər, amma əslində bal kəsilmələrin əsas səbəblərindən biri yazı stilinin düzgün olmamasıdır. Yəni siz overallda yazdığınız hissəni mütləq şəkildə paraqraflarda izləməlisiniz. Yəni sən overallda yazmısan filan şey, paraqraflara gəlib onları sırası ilə izləməsən, əlbəttə ki, bu sənin balını mütləq şəkildə kəsəcək. Bəlkə də bu məlumat sənə yeni deyil, bəlkə də yeni deyil, amma dostlarla paylaş ki, onlar da məlumatı mütləq şəkildə olsun. Çox sağ ol.